Başlayın da Kenan. Dondu. Bir daha vaxtınız xeyir olsun əziz futbol azarkeşlər. İkincisi də yenidən bir yerdəyik. Bir daha xatırladaq. Bakı Kəndlər Liqası Ruslan 93-ə Qarayevdə məhz Dövlətsada Cəbrayıl və Helva kollektivləri üzrədib. Fasilə komandalar kişili bərabərliyə yollandılar. Gör ikincisi də bizi nə gözləyir? Görüşün qalib tərəfi, iki turun qalib tərəfi kim olacaq Dövlətsada Cəbrayıl yoxsa Helva kollektivi ilə olan əksizum şansı. Kapitan Şahin aldadıcı cəhd. Komanda yoldaşına bırax topu. Şahin ötürmək istəyir. Zərbə cəhdi. Nurlanın müdaxiləsi vardı. Korner. Nurlan yerdə qalıb. İndi oyun bərpa olunacaq. Dalıb ötürmək istəyə alınmadı. Nurlan müdaxiləsi vardı. Orada Kamran zərbə imkan vermədi. Ard-arda cəhdlər. İkinci daha hərəkətli, daha istəkli başladı Elva kollektivi. Görünür ki, fasilə edilən məşvərlət söhbət komandaya o qazandırmaq yönümlü deyil ki. Diaqanla doğru ötürməyə Ramiz. Solaxay oyuncudur. Getdin etsin. Heç nə ötürmə. Refkan əmləsi alınmadı. Məhz ikisi də fərqlənməyə bacarmışdı. Sabısı əli rəngvan atmışdı. Bunu da xatırlatması edək. Digər tərəfdə isə biz Emin və Şamodan qollar izləmişik Helva adına. Bakı Kəndlər Liqası. Bakı Kəndlər Liqası Ruslan 93 Qarayev. Bir əksum şansı Elvan'a. Emin. Çətinlə də olsa top meydanda saxladılar, amma rəqib üçün saxladılar. Ramiz. Sol ayaqla zərbə. Kifayət qədər təhlükəli həmlə idi, amma çərçivəyə düşmə mümkün olmadı. Xəyal. Emin. Görüşdə 2-2'li bərabərlik var. Helva 2. Dövlətsada Cəbrayıl komandası 2. Ramiz bir ötürmək istəyir orada. Cəbrayıl meydançası səndə verməməz. Hətta Cəbrayıl meydançası daxildə deyək. Bir Efqanlı yer almışdı. Mövqe tutmuşdu, amma ötürmək imkanına çatmadı Elçin. Yeni əmlə Kamran, yenidən Elçin. Ramizi qatdı əmləyə. Elçin. Özünə bir qədər çıxmaza saldı. El oyuncular topu qazandılar. Əksum şansı burada. Amma bir qədər bərk alınır. Cinadə əşli Elçin. Kamran. Elçin topu bıraxdı Ramiz. Yəni bağladı, görə nə edəcək? Geri ötürmə verə bilər. Əlli Rəhman. Bilmirəm. Getmir də qardaş, deyirəm sol yerə getmir. Getmir, burada getmir. Kim orta Rəhman? Sürüşdən bir stadion sürüşdən. Gel. Altı. Fərqdə deyil. Get. Ramiz. Aldadı cəhdlər ötürməyə Rəhman. Cinadə əşli. Top hərəkətdə. Xeyr oyuncular bunu diqqət yetirməlidir. Xeyr yoxdur. Ortaya kim qayıt? Bir aldadıcı cəhd. Kapitan Şahin topu qazandı Elvanın. Əksum şansı. Ötürmək istəyir. Zərbə və gol. 3-2. Elvan. Hesabdan keçməyi bacarır. Emin tamamladı. Kapitan Şahin əmlərini başlatmışdı. Talımın ötürməsini Emin topu torlara yolladı. 3-2. Elma 3. Dövlətsada Cəbrayıl 2. Sadət Əhmədovun yetirmələri rəqibə cavab verməyə bacaracaqlarmı? Burada qayda pozulub. Tələsmə. Sarı vərəqə. Əmir Əfqana göstərildi. Görüşdəki ilk rəsmi xəbərdarlıq. Get qabağa, get. Qabağa qapıya, yaxşı.
Tələsmə. Ekran bəyənək paylaşaq zəhmət olmasa. Bəyənək paylaşaq. Aşağı bəyənənlər var, az da. Adlarınızı görürəm, digərlərdə bəyənməyə qatılsın zəhmət olmasa. Minnətdaram bəyənənlər, sağ olun, var olun. Xeyr. Ramiz, Elçin. İrar ötürməsi. Qorxma. Bilefqana zərbə imkanı verilmiş. Hakim. Ortada qalsın. Əli Rəhman əvəzlədi. Tulama. Türmə qısa qaldı. Əksizm şansı Elvan əmləsi. Emin qapçı ilə 1-1-dir. Nurla qalsın tərkəkdən istiqamətə qarşıladı burada. Topa idi müdaxilə. Getmə Talib. Şey qaydalar çərçivəsində. Dibə. Mirəfqal, Dövlət Sadə Cəbray kollektivi bu dəqiqələrdə təzyiqi bir qədər artırıb. Ən azından elə ki, bərabərlik qolunu axtarırlar. Hakim daha yaxındır. Olmaz. Nurlan. Hacanın pası. Sen qayıt. Ümidcanın pası. Getmə, Talib getmə. Getmə, qal ortada Talib. Talib qayıt ortaya. Ümidcanın ortada qaldı. Arka getdi. Birimiz var. Yaxşı, tələsmə. Ha, burada nə gözləyirsən? Birinizdə saxlayın. Gel topu gel. Kalksana bak. Talib qayıt, getmə. Elçin bir qədər ayaq saxladı. Sağla. Diagonal doğru ötürmə yaxşı düşünmüşdü, olmadı. Nurlan. Getmə. Bu dəqiqələrdə Helb oyuncular bir qədər geri çəkilib, daha çox müdafiə, kontratak və əks hücum oynamağa cəhdlə edirlər. Dəqiqəsi təzyiq artıraraq ən azından ki, bərabərlik qolunu axtarılır. Bir daha qeyd edilir, Ruslan 93-ə Qarayevdə Bakı Kəndlər Liqası. Bu görüşdə Helba və Dövlət Sadə Cəbrayıl komandaları üzrədə Helbanın 3 kili üstünlüyü var. Komandalar fasilə 2 kili bərabərlik yollamışlar. Helba ikinci hissədə artıq fərqlənməyi bacarıb. Talov Hakim. Sadəddin Əhmədov baş vəksib əsəblərinin cildolaya bilmir. Qara verirsən. Sen qayıt. Emin sən də. Oynadı yaxşıdır. Getdikcə artıq yağış bir qədər şiddətini artırır. Hüseyin ortada. Biraz tez olun da. Hüseyin ortada. Tez oynayın. Hakim tez oynayın. Tulama. Kamral. Tələsmə, qabağına. Ver qabaq. Hüseyin. Çıxar. Meydanda saxlama bacardı. Axıra ki, Allah sana. Hakim. Kamral. Cina dəyişili. Ramiz qüvvətli zərbə. Bir dəqiqədə topu qapının üzərinə vurdu. Qardaşlar, ekranı bəyənək. Zəhmət olmasa bəyənəyi paylaşaq. Tələsir yerəcə. Siz bəyənin ki, mən də sizin suallarınızı cavablandırım. Hər şey qarşılıqlıdır. Bəli. Arka boşdu. Qeyd etdim axı, bilmirəm soyadını. Mənə verilən protokolda yazılmayıb soyadı. Ancaq görüşdən sonra öyrənib sizə deyə bilərəm. Ruslan 93 Qarayev. Bakı Kəndlər Liqası bu görüşdə Dövlət Sadə Cəbrayıl və Helva komandaları üzrədir. Helvanın 3-2'li üstünlüğü var. Ruslan 93'e Qarayevdə Helva 3. Dövlət Sadə Cəbrayıl 2. Bu kollektiv cavab qolumu gəlir. Kamral. Ötürmə Hakim zərbə. Xəyal müdaxilə etməyə bacar, keçid yoxdur. Siz bəyəndikcə yayım qalxır, daha çox külə qarşısına çıxır, daha çox şəxs izləyir. Məs bəyənməni də biz buna görə istəyirik. Zəhmət olmasa bəyənək. Ramiz ötürmək. Kamran Rəvli. Qaçın da aldatdı, topu torlara yolladı. 3-3. Hesaba yenidən. Bərabərlik gəlir.
Kapitan Şahin komanda yoldaşlarının çıxışından narazı görünür, iradını bildirir. Kamera. Sola düştü. Rahman geçsin ortaya. Rahman. Bu kadar yağış var ki kameranın linzasına məhz təsir edir bu. Bir qədər səbirli olun. 300 artıq. 3-3. Akla kimi, akla kimi. Bizdədir, bizdədir. Ahmet'den ne Oyna. Orası. Seyf. Getdik. Ramiz əksum şansı olacaq. Bir an ötürməsi Kamran Revli. Yenə bir kombinasiya və yenə gol gəldi. Kamran və Taliyə kombinasiyası gol gətirdi. 4-3. Ardarda qollar izlədik Dövlətzadə Cəbrayıl komandasından. Elba 3. Dövlətzadə Cəbrayıl 4. Taliyə burada. Sadəddin də burada. Emin, Şahin. Qayda pozulub. Pressing tətbiq edirdi hakim, amma bu qaydalar çərçivəsində deyildi. Bəyənə qardaşlar, yenə niyə dayandınız? Ekran bəyəni paylaşaq. Kamranda. Sakın bakmasın. Bir an ötürməsi Emin. Emin zərbə çəkdi. Sənən kim alınmır. Yaxın məsafədən topu bir xeyli qapının üzərinə vurdu. Nurlan qapıdan zərbə ilə topu ilə daxil etməlidir. Bəyənlər aşağıda adlarınızı görəm. Sizlərə ayrıca minnətdaram. Mən elə çalışdığım qədərlə sizin suallarınızı cavablandıracağım. Yaxşısan Ramiz, əladır. Bəli, Ruslan 93, Qarayev. Etinə bax. Yaxşıdır, ediyorum. Tekrar Ramiz. Bakı Kəndlər Liqası. Dövlətzadə Cəbrayıl və Helva kollektivləri izlədim. Şama gözlətmədən zərbə indirdi. Nurlan yaxın məsafədən rəqibini keçidi vermir. Yaxşı rəqsə verdi qolkiper. Deyəsən korner olacaq. Bəli. Yaxşı. Ha orada işlik güzel. Yeni gələnlər biz xoş gördük. İşlik güzel. Eyni yenidən korner. Cər meydanın səsənəvərində də 2 oyuncu var idi Elvanla. Zərbə! Etin əksum şansı. Kamran. Ramiz. Ara itirməsi keçmədi. Elçin. Top kestirin. Kamran Rahimli. Kamran top kullanır. Sen lazım etsen şapkaya pasa. Kendi pasa. Yandaşın mı? Ramiz burada qaçın saçlamaq üçün topu buraxdı amma Get Ramiz get yanına. sayıq davran Ramiz yenə əmli olacaq Kamran. Ağlarsan açın sol. Nurlan. El Rəhman. Kamran'a bıraktı topu. Açıl eybi yok Erdoğan açıl. Kalesi. El Rəhman. Ağlar. Cinat hakimi gördü. Ramiz. Xəyaldan keçid yoxdur. Eminlə ikisinin şansı Elba adına. Ötürmə deyildi. Etna kaybedin. Ramiz. Yok. Çok gözde geldi. Ne oldu ya yine? Atak kalsın ha. Soldan. Real. Kamran. El Rəhman. Sol. Ramiz. Elçin. Pasa gel. Bir aldatıcı zət. Rəqini yola saldı Elçin. Daha bir əmlə izlədik. Zərbə də təhlükəliydi. Amma çərçivəyə düşmə mümkün olmur. Əksun şansı ola bilər Helva adına. Səmti dəyişmək istəyib. Bir ara ötürməsi keçmədi Elçin. Kamran. Köşe pası. Bir de tipe. Elçin.
Kaydı. Rema. Kaydı. Kaydı mı çok? Zərbə çəkdi Emin, ard-ard həmlələr. Real və golkiperin Pasa bax etsin. sığortalama bacardı Elçin. Açın da Rema. Əli Rəhman. Əli Rəhman qüvvətli zərbə alınmadı. Təkrar əvvəl çəkdi. Xəyal dəf etmək istəsədir. Top əlindən buraxdı. Bir Əfqan tamamlama bacarır 5-3. Rema get sağa. Dövlət Sadə Cəbrayil 5. Göstərməyə görə Real. Helba 3. 5. Əli Rəhman tələsmir. Aferin aferin. Hadi sıra. Oynayın da bir biz Allah'ın gitti. Ay baksın da ama açacak. Paslaşın etsin. Geri ötürmək. Nurlan. Paslaşın. Topun nəzarəti məhz bu dəqiqələrdə. Rehman asın. Dövlət Sadə Cəbrayil komandasına yanada Akif. Sinap oyuncu elədi. Mərkəzə doğru ötürməli Rəhman. Gecikdi həmləyə. İndi biz son şans izləyə bilərik. Emin. Ram edə bilmir. Kontratakdı. Qola çevirmək olardı amma həmlə uğurlu edilsəydi. Atıp pas versin. Ne diyorsun ha? Gel. Ekran beğenədə qardaşlar. 400 nəfəri bu ekran beğenməsidir. Nə olub sizə? Real'a bak Ben de atın. almışım arkadan oyunu. Akaç oyna. Tale. Desem ay Tale. Niye? Sana gel. Tale. Burada da niye? Buradan yedi ya da. Ben de diyeceğim bayağı. Top sözün əsl mənasında meydan tərk edir. Beni sevlər kimdə varsa ata bilərsiniz. Ekranda bəyənə zəhmət olmasa. Hakim ortam verin. İndi oyun bərpa olundu. Onda içinə qarşı qayda pozulub. Sen oyna hakim. Son şansı Hüseyin. Referi üstünə buraxmışdı. Üstünlükdə üçün məhz sərmə zərbəsi qayda pozusu yerində yerinə yetirməli deyə ədalət təmsil bildirir. Standart vəziyyət bir qədər geridən yerinə yetirilməsini istədi. Referi. Görək zərbəni kimi yerinə yetirəcək Şabu mu, yoxsa Emin mi? Onlar arasında bir məşvərət getdi. İşarə gəldi. Bu bir ev tapşırıqlı zərbə. Canlı səhədə dəyərə meydan tərk edir. Korner. Talov bu meydanda saxladı, amma rəqibi üçün Ramiz topu rəqibinə buradan meydandan çıxarır. 360 nəfəri ekranı bəyənək. Zəhmət olmasa bəyənək paylaşaq. Hakim. Bir ara ötürməsi Ramiz. Tavan ötürməsi yaxşı alındı Elçin. İndən Ramizə doğru bir-birlərinə başa düşmədilər. Ötürmə Ramizin gerisində qalır. Ruslan 90 Qarayevdə Bakı Kəndlər Liqası Dövlət Sadə Cəbrayil və Helba komandalar üzrədir. Dövlət Sadə Cəbrayilin 5-3'lü üstünlüğü var. Elba önündə. Bir Əfqan. Zərbə çəkdi. Xəyalın müdaxilə sonrası dirəyə dəydi. Hüseyin. Sen bizde değil. Agil, Emin. Hepsi. Gelin. Tamam. Ramiz ortada kal. Ramiz orta sende. Biraz yakın. Dibe pas.
Mirevkan. Korner. Üçdən zərbə. Birimiz gedin, birimiz kalın. Qapı qarşısına parıl etməyə səs toxuna bilmədi. Real hərəkətlənmişdi, amma bir toxunuş gəlmədi. Avton Elba kollektivi top oyuna daxil etməlidir. Ötürməklə başladılar. Aqil təzyiq var Kamrandan. Mərkəzə doğru ötürmək Mint. Şamo. Real, Ramiz. Şamonun təzyiqi vardı. Mirevkan. Hüseyin onunla Çinsi ilə mübarizə apardı. Topu qapının üzərindən vurdu. Son 4 dəqiqə görüşdə bunu xatırlatmasını edək. Gərək görüşün sonuna qədər hesabda bir dəyişiklik olacaqmı? Son 90 Qarayevdə Bakı Kəndlər Liqasında məhz bu görüşdə Dövlətzadə Cəbrayıl Helba komandaları üz-üzədir. Dövlətzadə Cəbrayılın 5 üçlü üstünlüyü var. Helba önündə. Sağla, gelin yavaş. Ramiz orta, sen sol Zülfüqa. Diaqonla doğru ötürmə. Top meydanda saxlama mümkün oldu Elban əmləsi. Bir qol komandan əvəzləndirə bilər. Qüvvətli zərbə izlədik Şamon ifasında. Nurlan ayaq sayıq davrandı. Korner. Tamam, biraz olsaydı. Arka. Benli. Arka boştu. Arka boya. Boya. Allah. Yetti. Ramiz'e bak. Kay. Nurlan deyəsən, buradan mənə dəmliyə qatmaq istədi. Mənə doğru ötürməkdir bu. Ekran bəyənək. Ruslan 93 Qarayev, Bakı Kəndlər Liqası. Dövlətzadə Cəbrayıl və Helba komandalar üzədir. Dövlətzadə Cəbrayıl komandasının 5 üstünlüyü var Helba önündə. Onlar adına yenə əmlə Kamran ötürməsi xəyalı yerindədir. Turnirlə bağlı ətraflı məlumat əldə etmək istəyənlər mənə şəxsən yazmalısınız, kifayətli yönləndirəcəm. Turnir rəhbəri şəxsən öz cavablandıracaq. Hüseyin burada zərbədən öncə müqamətini itirdi. Təbii ki, o da zərbəyə təsir edir. Təbii ki, oyunçular çalışırlar qədər diqqətli olmaq çalışırlar. Çiskin yağışlı hava sürüşmələrə, o da özlüyündə isə zədələnmələrə yol aça bilər. Hüseynlə Elvanın yenə əmləsi zərbə. Sonda Ramizə də dəymişdi. Korner. Köşkünün zərbə. Son dəqiqə yarım. Kamran. Tamamla bilsəydi, mən görüşün son nöqtəsini qoya bilərdim. Elvanın sancıqdan əmləsələr. Əman var qarşısında Şamo. Bir halda cəhət Hüseyni düşünə bilər. Daha bir rəqiblə yayma bacardı. Ötürmə. Zərbə cəhətli dirəyə dəydi. Təkrar əmlə istəyib. Son dəqiqə oynanılır. Qarşılaşmada. Artıq qeyd etmək olar ki, Dövlətzadə Cəbrayılov qələbədən, ilk turdan, 3 xaldan saniyələr ayırır. Rəhman tərs bir müdaxilə. Top doğrulara yollandı. Məsələnimizə bu görüşün son qolu oldu. Gərək ədalət təmsil referi görüşünə zaman bitirəcək. Destek al, Kudya. Hasan.
Real. Hüseyin son şansı ola bilər. Oyna şot sürüşkəndi 6-2. Zərbə. Ver, sen topu ver. Topu ver. Biraz olsa bana ayrılamazsan. Abi. Referi qarşılaşmanı bitirdi. Dövlətzadə Cəbrayıl komandısı 6-3 hesab ilə Elvanı məğlub edir. Gözəl oyunçular iki komanda təşəkkür edirəm. Növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın.